Quba Tarix Diyarşünaslıq Muzeyi və onun filialı olan Şəhidlər Muzeyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin şəhidi Bayraqdarov Battal Mikayılovna həsr olunan tədbir keçirilib. Mən də gecə gəldim, çıxdım, salam deyəndə gördüm ki, torpağın altında 57 salam səsləri gəldi. Tədbirdə şəhid ailələri, Quba rayon icra hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Yadçılar Birliyi Quba bölməsinin sədri şair Ramiz Qusarçaylı və məktəblilər iştirak ediblər. Dövlət himni ilə başlanan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Battal Bayraqdarov haqqında və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bizim müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz gözəl Qarabağımızı düşməndən azad etdi. Daha sonra məktəblilər şəhidlərimiz və ordumuz haqqında şeirlər söyləyiblər. Əmanət edirəm ata-anamı, şəhidlik zirvəsi yüksək zirvədir. Ona layiq olmaq çətindir ana. Məktubda yazılan həmin sözləri xatirə daşıma yazarsız ana. Sonra şəhid Bayraqdarov Battal Mikayılovna həsr olunan video çərx nümayiş olunub. Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin əməkdaşı, gənc xanəndə Polad Heydərovun ifası ilə tədbir davam etdi. Zeynəb Abbasova, Sevindir Akifoğlu, Bugün TV.